Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugünkü videoda 11 dekabr dövlət qulluğu imtahanına düşməsi ehtimal olunan maddələri sizinlə bölüşəcəm. Keçən analizlərimdə 6 noyabr imtahanı üçün qeyd etdiyim təxminlərdən təxminən 30-a yaxın sual birəbir düşmüşdü. Bu dəfə də son 2-3 imtahanın qəbul suallarına əsaslanaraq hazırladığım ən real və ən aktual maddələri sizə təqdim edəcəm. Başlayaq birinci konstitusiyadan. Bildiyimiz kimi konstitusiyadan çox sual düşür imtahana. Təxminən 40 sualın 15, 14, bəzən də 13-ü konstitusiyaya aid olur. Ona görə də konstitusiya ən vacib mövzulardan biridir. Burada qeyd etmişəm ilk 15 maddə. İlk 15 maddədən bir dənə sual imtahanda qarşınızda olacaq. Daha sonra keçək növbəti maddəyə. Maddə 23 dövlət rəmzləri. Çoxdan da dövlət rəmzlərinə aid bir sual düşmür. Ona görə düşünürəm ki, bu imtahan dövlət rəmzləri ilə bağlı maddəyə də toxunsunlar. Daha sonra maddə 25 bərabərlik hüququ. Çoxdan da bərabərlik hüququndan da sual düşmür imtahana. Ola bilər ki, bu maddəyə də toxunsunlar. Daha sonra azadlıq hüququ. Keçən imtahan 6 noyabrda yaşamaq hüququndan sual salmışdılar və insana qarşı silah işlədilməsi istisna edən halları soruşdular. Ola bilər ki, bu imtahan, yəni təxmindir, yaşamaq hüququnun toxunulmazlığını istisna edən halı soruşa bilərlər. Daha sonra 28-ci maddə azadlıq hüququ. Çoxdan da azadlıq hüququndan da sual düşmür. Daha sonra mülkiyyət hüququ. Baxın, burada 13-cü maddəndə qeyd etmişəm mülkiyyət maddəsini. Əgər mülkiyyət hüququndan sual salsalar, ola bilər ki, yanlış bənd kimi mülkiyyət maddəsində doğru olan bir ifadəni gətirib yerləşdirə bilərlər variantlara. Ona görə nəzərinizdə olsun. Mülkiyyət hüququ maddəsinə baxarkən 13-cü maddəyə də diqqət etirsəz yaxşı olar. Növbəti maddə 32-ci maddə şəxsi toxunulmazlıq hüququ. Şəxsi toxunulmazlıq hüququnun hamısına baxın. Çünki buradan çoxdan da sual düşmür. Xüsusən də 7-ci hissə var ki, o 7-ci hissəyə də diqqət yetirin. Daha sonra növbəti maddəmiz maddə 39 sağlam ətraf mühitdə yaşamaq hüququ. Yanına da 41-ci maddəni qeyd etmişəm. Sağlamlığın qorunması hüququnu. Baxın, ola bilər ki, sual sala bilərlər ki, sağlam ətraf mühitdə yaşamaq hüququna bağlı doğru variantı seçin. Sağlamlığın qorunması hüququndan bir doğru bəndi qoya bilərlər ora siz çaşdırmaq üçün. Yaxud da uyğunluq tipli test sala bilərlər. Yəni bu maddəyə toxuna bilərlər imtahanda. Təbii ki, bu təxminlərdir. Çoxdan da bu maddədən sual düşmür deyən ola bilər ki, bu maddəyə bu imtahan toxunsunlar. Çünki aktual maddələrdən biridir. Növbəti maddəmiz vətəndaşlıq hüququ və vətəndaşlıq hüququnun təminatı. Xüsusən burada nəyə diqqət yetirsəz yaxşı olar? Dövlət İmtahan Mərkəzinin 2024-cü ildən etibarən istifadə etdiyi cümlə tipləri var. Bu cümlə tipini məhkəmə və hakimlər haqqında qanunda istifadə etmişdi. Eyni cümlə tipini də vətəndaşlıq hüququ təminatında istifadə edə bilər. Misal üçün, harada istifadə edə bilər, onu sizə deyəcəm. Baxın, 53-cü maddədə vətəndaşlıq hüququ təminatı maddəsində yazılıb ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz və burada istisna qoyub mötərizədə. İmtahana bir cümlə yazırlar. Yazırlar ki, vətəndaş vətəndaşlıqdan məhrum edilə bilər. Bunu gedir çoxu səhv götürür. Diqqətli olun. Əgər bu cümlədə istisna veribsə və sonluğu inkardan veribsə, yəni yazıbsa vətəndaş müəyyən hal istisna olmaqla məhrum edilə bilməz. Deməli, istisna hal varsa məhrum edilə bilər. Bu incəliyə fikir verin. Dediyim cümləni sala bilərlər. Yaza bilərlər ki, vətəndaş vətəndaşlıqdan məhrum edilə bilər. Sizi çaşdırmaq üçün belə bir cümlə yaza bilərlər. O cümləni görsəz düz götürün. Çünki 2024-cü il imtahanlarında bu cümlədən bir korrupsiya da istifadə ediblər. Bir dəfə məhkəmə və hakimlər haqqında qanunda istifadə ediblər. Bir də 2025-ci il imtahanların birində də korrupsiyada yenidən istifadə ediblər o cümlədən. Ona görə diqqətli olun, vətəndaşlıq hüququ təminatını da sala bilərlər. Daha sonra seçki hüququ. Çoxdan da seçki hüququndan sual düşmüş. Seçki hüququna da diqqət yetirin. Kimlərin seçilmə hüququ məhdudlaşdırıla bilər? Onlara baxın. Xüsusən 3-cü hissəyə burada qeyd edirəm.
Maddə 57 müraciət etmək hüququ. Müraciət etmək hüququna da baxın, çoxdan da buradan sual düşmür. Azad sahibkarlıq hüququ ikinci hissəyə diqqət yetirin. Buradan sual düşə bilər. Yəni dövlət sahibkarlıq sahəsində hansı tənzimləmələri həyata keçirir? Bunu sala bilərlər imtahana. Daha sonra 71-ci maddə insan vətəndaş hüquq azadlıqlarının təminatı. Bu maddəyə də baxın. Yəni bu maddədə hər bir bəndə baxın. Hər bir bənd əsasdır və vacibdir. Buradan da ola bilsin ki, sual salsınlar. Növbəti vəzifələr, vəzifələrdən vətənə sədaqətə diqqət yetirsəz yaxşı olar. Çoxdandır vətənə sədaqətdən sual düşmür. Keçən analizlərdə də bunu demişdim. Buradan düşmədi sual. Amma ola bilər ki, sala bilərlər. Xüsusən də 3-cü hissəyə diqqət yetirin. Daha sonra növbəti keçirik Milli Məclisə. Milli Məclisdən keçən imtahan demişdim ki, deputatlığa namizədə aid tələblər düşə bilər. Gətirdilər, saldılar. Bu dəfə mən düşünürəm ki, 88-ci maddədən Milli Məclisin sessiyaları maddəsindən sual salsınlar, diqqətli olun. Daha sonra Milli Məclisin deputatının mandatına məhrum edildiyi haldan, deputatın səlahiyyətlərinin itirilməsi halından sual sala bilərlər. Ona görə bu bəndə də baxın. Növbəti 94 və 95-ci maddə, buradan sual əmin olun ki, bir dənə gələcək. Və burada xüsusən imtahan iştirakçılarının ən çox qarışdırdığı hissələri qeyd etmişəm. 2, 3, 4. Bunlar 83 qanun. Burada 17-ci var. Cinayət və başqa hüquq pozuntularının müəyyən edilməsi və törədilməsinə görə məsuliyyətin təyin edilməsi. Bunu çox vaxt imtahan iştirakçıları elə bilir ki, bu Milli Məclisin həll etdiyi məsələlərdədir. Burada hərəkət olduğu üçün ona həll etdiyi məsələlərə aid edilir. Və bunu yadda saxlayın, bunu sala bilərlər. Konkret olaraq sual kimi də verə bilərlər ki, cinayət və başqa hüquq pozuntularının müəyyən edilməsi. Onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi. Variantı yaza bilər ki, ümumi qayda 63 qanun, həll etdiyi məsələ 63 qərar, ümumi qayda 83 qanun, bu tip versiyalarda verə bilərlər. Sonra beynəlxalq müqavilənin təsdiqi və ləğvi, bunu da ən çox qarışdırırlar. Elə bilirlər ki, bu həll etdiyi məsələlərə aiddir, ona görə buna da baxın. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlərdə qanunlar, bunlara baxın. Mütləq şəkildə baxın, bunu sala bilərlər imtahana. Keçən imtahan demişdim ki, Milli Məclisin razılıq verdiyi məsələlərdən sual sala bilərlər. Sual salmışdılar. Bu dəfə ola bilər ki, razılıq verdiyi məsələni ümumilikdə soruşsunlar ki, hansı məsələ ilə bağlı razılıq ver, konkret olaraq soruşsunlar. 6 noyabr imtahanında razılıq verdiyi məsələlərdən birini soruşmuşdular və onunla bağlı hansı hüquqi aktı qəbul etdiyini soruşmuşdular. Amma bu dəfə ola bilər ki, onu ümumi soruşa bilərlər. Ona görə razılıq verdiyi məsələlərə bir daha baxsaq yaxşı olar. Və 95-ci maddənin 3-cü hissəsində burada qeyd etmişəm. Burada bir dənə incə bir məqam var. Onu heç vaxt salmayıblar imtahana, amma sala bilərlər. Deməli, Milli Məclisin işinin təşkilə əlaqədar məsələlər dair hansı hüquqi akt qəbul edir Milli Məclis? Qərar. Çox vaxt Milli Məclis işinin təşkili başa düşür imtahan iştirakçıları. Yoldaşlar, bir var Milli Məclis işinin təşkili, bir də var təşkillə əlaqədar məsələlər. Əlaqədar məsələ olanda qərardır. Və buna diqqət yetirin, düşə bilər imtahana. Qanunverici təşəbbüs hüququ çoxdan sual düşmür. Bütün hissələri diqqətlə baxın. Əsaslı düşə bilər bu imtahan sual. Keçən imtahan Milli Məclisin buraxılmasına sual düşmüşdü. Bu dəfə düşünmürəm ki, bu maddədən sual salsınlar. Daha sonra icra hakimiyyəti. İcra hakimiyyətində 103-cü maddə vitse-prezidentlər. Bu maddəyə baxın. Sonra prezidentin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Bu maddədən sual düşə bilər. 105-ci maddə prezidentin vəzifədən getdikdə səlahiyyətlərinin icrası. Xüsusən burada bir incə məqam var. Birinci vitse-prezident icra edə bilməyəndə hansı qaydada icra olunur? Birinci vitse-prezident statusu almış vitse-prezident və prezidentin müəyyən etdiyi ardıcıllıq. Və bu hissələrə fikir verin ikinci bənddə. Bunu sala bilərlər imtahana. Çoxdan da salmırlar. Növbəti maddəmiz 109-cu maddə prezidentin səlahiyyətləri. Buradan sual düşə bilər. Prezidentin səlahiyyətlərini aid etmək çətin deyil. Sadəcə bir dənə səlahiyyəti var ki, İmtahan iştirakçılarının böyük əksəriyyəti onu Milli Məclisin səlahiyyəti kimi başa düşür. Dövlət iqtisadi və sosial proqramlarının təsdiqi. Təsdiq sözü gördüyünə görə bir çox imtahan iştirakçısı Milli Məclis götürür. Baxın, bu səlahiyyəti yadda saxlayın. Düşə bilər imtahana prezidentin səlahiyyətidir.
Növbəti 110-cu. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilə bağlama hüququnun verilməsi. Kimlərə verə bilər? Prezident düşə bilər. Hərbi vəziyyətin elan edilməsi düşə bilər. Fövqəladə vəziyyətin elan edilməsi. Bu hallar düşə bilər. Diqqətli olun, sala bilərlər imtahana. Keçən analizlərimizdə demişdim, düşməmişdi. Amma bu dəfə düşə bilər. Çünki çoxdandır bu maddədən sual düşmür. Daha sonra Nazirlər Kabinetinə keçək. 118-ci maddəni qeyd etməmişəm. 118-ci maddəyə də baxın. Baş nazirin təyin edilməsi qaydası. Çoxdan buradan sual düşmür. Xüsusən 2-ci, 3-cü bəndlərə baxın. Sala bilərlər imtahana. Sonra Nazirlər Kabineti səlahiyyətlərindən sual salmışlar keçəndə. Düşünmürəm bu dəfə salsınlar. 121-ci maddə. Nazirlər Kabinetinin üzvlüyünə namizədlər dair tələblərlə üzvlərinə aid tələbləri qarışdırmayın. Bax, bunu da sala bilərlər. Sual kimi. Daha sonra növbəti məhkəmə hakimiyyəti 127-ci maddəyə baxırsınız. Yoldaşlar buradan sual sala bilərlər. Sonra 130-cu maddə çoxdandır sual düşmür. 130-cu maddə ilə bağlı yeni video çəkib YouTube kanalına yerləşdirmişəm. İstəyən şəxslər yaza bilərlər, göndərə bilərəm həmin videonun linkini. Yəni tam ətraflı şəkildə izah etmişəm. 130-cu maddədən bu imtahan sual düşəcək. Diqqətli olun. Çünki çoxdandır sual düşmür. Sonra prokurorluqla bağlı sual düşə bilər. Hansı prokurorlar necə təyin olunur? Hansı qayda azad olunur? Oktyabr imtahanda Naxçıvan Muxtar Respublikasının prokurorunun təyin olunması qaydasını soruşmuşdular. Ola bilir ki, bəzən bir imtahanda istifadə etdiyi sualı növbəti imtahan salmır, ondan sonraki imtahan salır. Yəni, bu halları dəfələrlə şahid olmuşam deyənlər. Ona görə baxın, hansı prokuror necə təyin olunur. Naxçıvanı salıblarsa 16 oktyabr. Ola bilər ki, bu dəfə baş prokurorun müavini soruşa bilərlər, ərazi və ixtisaslaşdırılmış prokuroru soruşa bilərlər. Ona görə bunları baxın, öyrənin, əsaslı, vacib hissələrdən biridir. Naxçıvan Muxtar Respublikasının statusu, buradan düşə bilər sual. Naxçıvan Konstitusiyası hansı subyekt tərəfindən qəbul edilir, hansı subyekt tərəfindən təsdiq edilir, hansı qaydada təsdiq edilir, hansı normativ hüquq aktından təsdiq edilir. Bunlara baxın hər birinə. Növbəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən ümumi qaydalarla həll etdiyi məsələlərdən sual sala bilərlər. Onlara baxın. Sonra Naxçıvan Baş Nazirinin təyin edilməsi qaydası. Naxçıvanın Nazirlər Kabineti tərkibinin təsdiq edilməsi qaydası. Baxın, 16 oktyabrda yeni tipli sual salmışdı Dövlət İmtahan Mərkəzi. Elə bir sualı mən əvvəllər görməmişdim imtahanlarda. Deməli yazmışdılar ki, Naxçıvan Muxtar Respublikasında baş nazirin vəzifəyə təyin edilməsi Ali Məclisin səlahiyyətindədir. Analoji vəzifə Azərbaycan Respublikasına münasibətdə hansı subyektin səlahiyyətindədir? Prezidentin. Bu tip sual sala bilərlər, yəni diqqətli olun. Daha sonra bələdiyyə 144-cü maddədən sual sala bilərlər. Bələdiyyənin səlahiyyətlərindən diqqətli olun. Maddə 146 bələdiyyənin müstəqilliyin təminatı. Sual sala bilərlər. Diqqətli olun bu bənddən. Bələdiyyə demişkən, yoldaşlar, bir şey yadıma düşdü. Onu da sizə qeyd edeyim. Deməli, Dövlət İmtahan Mərkəzi son 3 imtahandır. 2021-2022-ci illər qəbullarında istifadə olunmuş situasiyaları təkrar imtahana salırlar. Və bu Dövlət İmtahan Mərkəzinin 2024-cü il toplusunda imtahanlarda istifadə etdiyi bütün situasiyalar var. Həmin situasiyalara nəzər yetirsəz yaxşı olar. Çünki keçən imtahanda da, noyabr imtahanda da 2021-ci ildə istifadə olunmuş korrupsiya situasiyasını saldılar. Ondan əvvəl də 2022-ci il oktyabr 16-sında bələdiyyə ilə bağlı istifadə olunmuş situasiya tipli tapşırığını salmışdılar. Ola bilər ki, bu imtahanda əvvəlki illərdə istifadə olunmuş situasiyaları təkrar salsınlar. Ona görə topluda həmin situasiyalara baxsaz və işləsəz yaxşı olar. Sonra qanunverici sisteminə daxil olan normativ aktlar sala bilərlər. 149-cu maddədən keçən imtahan sual salmışdılar. Çox rahat bir sual idi. Birinci bənddən salmışdılar. Normativ hüquq aktları nəyə əsaslanmalıdır? Tipli uyğunluq sual salmışdılar. Ola bilər ki, bu dəfə 4 ilə 5-dən salsınlar. Dərc edilmiş fərmanların tətbiqi və icrası hansı subyektlər üçün məcburi deyil? Bunu salsınlar.
Eyni də Nazirlər Kabineti üçün də diqqətli olun. Daha sonra bələdiyyə haqqları, bunu qeyd etməmişəm burada. 150-ci maddədən də sual sala bilərlər. Sonra əlavə və dəyişiklik 155-ci maddə. Dəyişiklik, hansı maddələri dəyişdirmək olmaz, hansı maddələri ləğv etmək olmaz. Bu maddələrin nömrəsini əzbərləməklə kifayətlənməyin. Bu maddələrin hansı olduğunu da əzbərləyin. Hətta içində yazılmış müddəaları da əzbərləyin. Çünki sual kimi sala bilərlərsə yoldaşlar. Növbəti əlavələr. 156-cı maddədən sual çoxdandır görmürəm. Ola bilər ki, salsın. Düzdür, situasiya tipli tapşırıq salmışdılar keçən imtahan. Amma nəzəri tipli sual çoxdandır görmürəm. Ona görə 156-cı maddəyə baxsaz yaxşı olar. Növbəti keçid müddəalar. Keçid müddəalar Dövlət İmtahan Mərkəzi tərəfindən çox nadir hallarda imtahanda salınır. Axırıncı dəfə 2024-cü ilin 2023-cü ilin dekabrın 17-sində imtahana salmışdılar. Ondan sonra düşməyib imtahana. Ona görə ola bilər ki, bu imtahan keçid müddəalardan sual salsınlar. Ona görə hər ehtimal, yəni 1 balınızı itirməmək üçün 40 yazmaq istəyən tələbələr 1 balınızı itirməmək üçün keçid müddəalara da baxın. 11 keçid müddəa var, hər birini öyrənin. Elə bir çətinliyi də yoxdur. Yəni rahat bir hissədir. Daha sonra dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu. Dövlət qulluğu haqqında qanundan 9-8 sual düşür. Bu da konstitusiya qədər vacib bir mövzudur. Çoxdandır əsas anlayışlardan sual düşmür. Ola bilər ki, bu imtahan salsınlar. Anlayışlara baxarsınız. Daha sonra ikinci maddə, keçən imtahan analizlərimizdə demişdim ki, qanunun tətbiq dairəsindən bağlı sual salacaqlar. Çoxdandır düşmür. Gətirdilər, saldılar. Bu imtahan bu maddədən sual gözləmirəm. Ona görə hər ehtimal baxın, amma mən sual gözləmirəm bu maddədən. Çünki keçən imtahan istifadə etmişdilər deyənə, bu dəfə başqa maddələrə toxunacaqlar. Bu imtahan ola bilər ki, dövlət qulluğun idarəetmə orqanlarından sual salsınlar. İdarəetmə orqanlarına baxarsınız. Sonra 5.3 və 5.4-də xüsusən diqqət yetirin. Burada müddətlər var. O müddətlərə baxın. 7-ci maddə. 7-ci maddəyə də baxın. Daha sonra 13-cü maddə. İnzibati və yarımçı vəsait ixtisas tələbləri. Bu maddədən də sual düşə bilər. 15-1 dövlət qulluqçunun şəxsi işi. Xüsusən bir şey diqqətinizə çatdırım. Deməli, 2024-cü ilin fevral imtahanında bu cümləni yazmışlar variantda. Yazmışlar ki, dövlət qulluqçunun şəxsi işinin aparılmasıyla bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar Məcəlləsi nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət daşıyır. Araya inzibati sözünü yazmışdılar. Çoxu gedib o səhv götürmüşdü. Amma səhv deyil yoldaşlar. Hər ehtimal deyirəm, birdən salarlar. İnzibati qayda məsuliyyət daşıyırlar, yazsalar səhv götürməyin. Düppədüzdür. Çünki inzibati məsuliyyət yaratdığı üçün İnzibati Xətalar Məcəlləsi nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar. Araya bir söz, yəni kitabda olmayan bir sözü yazmaqları onun səhv olması demək deyil. Onlar sizi çaşdırmaq üçün yazmışdılar. Ola bilər ki, bu cümləni də yenidən gətirib imtahana salsınlar. Diqqətiniz məndə olsun, düşə bilər. Daha sonra maddə 17 ixtisas dərəcənin verilməsi və onlardan məhrum edilməsi. Deməli, burada xüsusi bir yeri qeyd etmişəm. Baxın, bu 2024-cü ilin 1 dekabrında qəbula düşmüşdü. Və çoxu da bunu səhv yazmışdı. Açıq tipli suala düşmüşdü. Ola bilər ki, qapalı versiyasını gətirib imtahana salsınlar. Yəni bu hissəyə baxın. Çünki çoxu bu hissəyə fikir vermir, ötəri yanaşır. Ötəri yanaşdıqları üçün də gətirib imtahana salmışdılar. Bir çox imtahan iştirakçısının da çətinlik çəkdiyi bir sual idi bu. Əslində çətinlik yoxdur. Sadəcə gözdən qaçan bir hissədir deyənə çoxu ona diqqət yetirmir. Amma əsas hissələrdən biridir. Növbəti maddəmiz maddə 20 dövlət qulluğu əlaqədar məhdudiyyətlər. Keçən imtahan dövlət qulluqçunun vəzifəsi və hüquqlarından salmışdılar. Bu dəfə məhdudiyyətlərdən sala bilərlər, təminatlardan sala bilərlər.
Ona görə baxın. Sonra məvacib maddəsi. Məvacib maddəsindən sual sala bilərlər. Diqqətli baxın. Növbəti 22-1.9 sala bilərlər. Baxın bu hissəyə. Dövlət qulluqçusunun pensiya təminatı. Sual sala bilərlər. Xüsusən 23.2, 23.2-1, 23.4, 24-cü maddə dövlət qulluqçularının mükafatlandırılması, 24.2-ci maddə buna baxın mütləq. 25.2 dövlət qulluqçularına hansı intizam tənbih tədbirləri tətbiq edilə bilər? Daha sonra maddə 28. Maddə 28-dən çoxdan sual düşə bilər. Hamısı əsaslı, hamısına baxın. Amma burada xüsusi bir yer var ki, mən onu vurğulamışam. Oradan sual sala bilərlər. Mən ümumiyyətlə bunu çoxdan da imtahanda görmürəm. 28.9 kimlər barəsində staj və sınaq müddəti tətbiq edilmir? Bax, bu hissəyə diqqət yetirin yoldaşlar. Sala bilərlər imtahana. Sonra maddə 29. 29-un çox da dərinə getmirlər. Ən çox 29.1-i salırlar. Yəni baxarsınız. Bununla bağlı qısa bir cədvəl də var. Bir səhifəlik. İstəyən şəxslər yaza bilər mənə. Mən göndərərəm onlara. Növbəti maddə 30 dövlət qulluğu şərtləri sala bilərlər. 30-1.8 dövlət qulluğu xidməti fəaliyyəti hansı şəkildə qiymətləndirilir? 2 il bundan qabaq salmışlar axırıncı imtahana bunu. Baxarsınız yoldaşlar. 30-1.12 dövlət orqanı rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında barəsində görülən tədbirlər hansılardır? Bunlara baxın yoldaşlar. 32-1 dövlət qulluğunda olmanın yaş həddi. Düşə bilər bu maddədən də sual. Xüsusən bu hissələrə diqqət yetirin. Keçək sonra kateqoriya təsnifat. Kateqoriya təsnifatı ayrıca deyirəm. Kateqoriya təsnifatdan 5 sual düşür imtahana. 5, bəzən 4, bəzən hətta 6 sual da salıblar. Deməli, bu kateqoriya təsnifatdan 3-cü kateqoriyada daxil olmaqla ora qədər salacaqlar. Yəni 1-ci kateqoriya, 2-ci kateqoriya və 3-cü kateqoriya dövlət orqanlarına salacaqlar. Və salsalar əmin olun ki, birinin içində Naxçıvanın 2-ci kateqoriyası olacaq, 3-cü kateqoriyası olacaq. Çünki Naxçıvanın imtahan iştirakçıları çox qarışdırır. Bəzən Naxçıvan prokurorluğunun hansı neçənci kateqoriya dövlət orqanı olduğunu qarışdırırlar. Naxçıvan Mərkəzi İcra Hakimiyyəti orqanını qarışdırırlar. Biri Naxçıvandan olacaq kateqoriyalardan. Sonra təsnifatlardan, yardımçı təsnifatdan bir dənə sual düşəcək. Sonra inzibati vəzifə üzrə ixtisas dərəcənin verilməsi qaydasından sual düşəcək. Ona da baxın. Sonra 2 imtahan da düşmür. İyul imtahandan bəri düşmür. Baxın, bu cədvəl. Mən xüsusi yazmışam hansı inzibati vəzifələr. 18 dənə inzibati vəzifə var. Baxın, buradan da sual sala bilərlər. Misal üçün götürək. Prezident administrasiyası rəhbərinin köməkçi vəzifəsi. Bunu tapmaq üçün xüsusi bir qayda yoxdur. Misal üçün, komissiya məhkəməsində mütəxəssis tapmaq üçün kateqoriyanın üstünə 3 gəlirdi. Bilirdik ki, bəs bu mütəxəssisdir. Yaxud da Mərkəzi İcra Hakimiyyəti orqanlarında bölmə rəhbərinin müavini tapmaq üçün kateqoriyanın üstünə 2 gəlirdi, tapırdıq. Amma bunların xüsusi tapılma qaydası yoxdur. Naxçıvan Ali Məclis sədrinin köməkçisi. Bunu necə tapaq? Nəyin üstünə gələcək? Yəni, bunları biz əzbərləməliyik. Mütləq şəkildə biz bunları bilməliyik. Ona görə bunları əzbərin, əmin olun ki, biri düşəcək imtahana. Yəni, buradan bir dənəsini gətirib imtahana salacaqlar. Çünki iyul imtahanından bəri mən görmürəm. Çoxdan da düşmür. Daha sonra növbəti etik davranış qaydaları haqqında qanun. Etik davranış qaydaları haqqında qanuna keçməmişdən qabaq əlavə haqqı da deyək. Əlavə haqqın həcmi az olsa da əsas mövzulardan biridir. 2 sual düşür bəzən buradan imtahana. Və bununla bağlı yeni video çəkmişəm. İstəyən şəxslər yaza bilərlər, göndərərəm onlara.
Deməli, əlavə haqqda nəyə baxacağıq? Bu cədvəl müddətlərə görə aylıq vəzifə maaşına əlavə haqqın müəyyən edilməsi. Sonra nəzərə alınan dövrlər hər birinə baxın, düşə bilər. Hətta situasiya tipli tapşırıq da sala bilərlər. Və 11-ci bənd. Baxın, burada nəzərə alınan dövrlər var. Bunlarla bağlı mübahisə yaranarkən hansı subyekt həll edir? Dövlət Qulluğunun İdarəetmə Şurası həll edir. Dövlət İmtahan Mərkəzinin yeni tipli cümlələri var. Belə yazır. Yazır ki, məhkəmə və müvafiq ixtisaslı orqan tərəfindən müəyyən edilmiş dövlət qulluğu məcburi iş buraxma dövrünün nəzərə alınmasına bağlı yaranan mübahisələri Dövlət Qulluğu İdarəetmə Şurası həll edir. Bu düzdür. Yəni, buradakı dövrlərlə bağlı mübahisə yaranarsa, həmin mübahisələri şura həll edəcək. Sonra keçək etik davranış qaydaları. Maddə 2 qanun məqsədləri. Çoxdan da sual düşmür bu qanun məqsədindən. Ona görə qanun məqsədlərini əzbərləyərsiniz. Keçən imtahan loyallıqdan sual salmışdılar. Əmr, sərəncam və tapşırıqlardan sual salmışdılar. Bu dəfə düşünürəm ki, ictimai etimaddan sual salsınlar. Maddə 8-dən sual salsınlar. 12-dən sual salsınlar və 13-dən. Sonra etik davranış qaydalarına əməl olunmasına nəzarət. Diqqətli olun yoldaşlar. Deməli, etik davranış qaydalarına əməl olunmasına nəzarət. Uyğunluq tipli tapşırıq sala bilərlər. Yaza bilərlər ki, xidməti qayda hansı subyekt həyata keçirir? Nizamnaməyə uyğun olaraq hansı subyekt həyata keçirir? Tabeçilik əsaslı hansı subyekt həyata keçirir? Xidməti qayda dövlət orqanı rəhbəri. Tabeçilik əsaslı yuxarı orqan, nizamnaməyə uyğun olaraq Dövlət İmtahan Mərkəzi. Bunu sala bilərlər imtahana, diqqətli olun. Sonra sentyabr imtahanda salmışdılar. Sentyabr imtahanı demişdim, düşdü. Ola bilər bu dəfə də düşsün. Çünki keçən imtahan düşmədi. Ola bilər bu imtahanı salsınlar. Etik müvəkkilin vəzifəsi ilə dövlət orqanı rəhbərinin vəzifəsi. Bunlara baxın yoldaşlar. Bir də İntizam icraatının başlanması. İntizam icraatının başlanmasına bağlı sual düşmüşdü əvvəlki imtahanlarda. Düşünmürəm bu imtahan salsa, amma yenə də hər ehtimal baxsaz yaxşı olar. Daha sonra vətəndaşların müraciətləri haqqında qanun. Vətəndaşların müraciətə qanun deməli 4-cü maddəsindən sual sala bilərlər. Müraciətə baxma əsas prinsipləri, qanun tətbiq dairəsindən sual sala bilərlər. Sonra vətəndaşların müraciətinə dair tələblərdən sual sala bilərlər. 8. Müraciətin baxılmamış saxlanmasından bağlı sual sala bilərlər. 9.1. Buradan sual sala bilərlər. Diqqətli olun. Sonra 12-ci maddə. Müraciətdə baxan subyektlərin vəzifə şəxslərin vəzifələri. Sonra müraciətə baxılması zamanı vətəndaşların hüquqları. Bunlara baxın mütləq şəkildə. Qanun pozulmasına görə məsuliyyət sala bilərlər. Buna baxın. Və burada müddətlərə də baxın. Müddətdən də sual düşə bilər. Cədvəldə qeyd etmişəm hər birini. Bir müddətdən sual sala bilərlər. Ona görə müddətlərə də baxsaz yaxşı olar. Növbəti korrupsiya. Korrupsiyanın əsas anlayışlarından sual sala bilərlər. İkinci maddə. Korrupsiya əlaqədar hüquq pozmanın subyektlərindən sual sala bilərlər. Çoxdandır subyektlərlə bağlı sual düşmür imtahana. Sala bilərlər. Qanun tətbiq dairəsindən sual sala bilərlər. Maddə 4-dən keçən imtahan sual salmışdılar. Ondan əvvəldə iyul imtahanında salmışdılar. İyuldan qabaq da iyunda salmışlar. Yəni 1 il ərzində 3 dəfə yay imtahanlarında və keçən imtahanda 4-cü maddədən sual salmışdılar. Xüsusən də komissiyanın səlahiyyətləri nə ilə müəyyən olunur? Bax bu 4.3-dən salmışlar keçən imtahan. Hər ehtimal baxın. Amma inanmıram bu imtahan 4-cü maddədən sual düşsün. Amma hər ehtimal yenə də baxa bilərsiniz. Maliyyə xarakterli tələblərdən də keçən yox, ondan əvvəlki imtahan sual düşüb. Düşünmürəm bu imtahan sual salsınlar. Amma yenə də baxsaz yaxşı olar. Xüsusən 8-ci maddə hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər. Bu maddədən çoxdan sual düşmür. Yəni bura baxa bilərsiniz yoldaşlar. Korrupsiya risklərinin müəyyən edilməsi, təhlil və qiymətləndirilməsi həyata keçirilərkən nəzərə alınan məlumatlar. Bunlara baxın. 9-cu maddə.
korrupsiya əlaqədar hüquq pozma bilavasitə yaxud şərait yaradan sala bilərlər. Aşağıdakılardan hansı şərait yaradan hüquq pozmadır? Yaxud da bir dənə şərait yaradan hüquq pozma verə bilərlər, soruşarlar ki, bu hansıdır? Yəni bunlara baxın. Çünki keçən imtahan düşməmişdi, ondan əvvəlki imtahan düşmüşdü 16 oktyabrda. Ola bilər ki, bu imtahan düşsün. Sonra burada bir incə məqam var. Ona imtahan iştirakçıları çox elə diqqət yetirmir. Deyir, bu qanunda nəzərdə tutulan hallardan başqa vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunverici aktlarında korrupsiya əlaqədar digər hüquq pozmalar müəyyən edilə bilər. Bunu çox namizəd fikir vermir. Yəni bu 9-cu maddədə göstərilən hüquq pozmalardan başqa vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən ya da ki, statusunu müəyyən edən qanunverici aktlarında da korrupsiya əlaqədar hüquq pozma müəyyənləşdirilə bilər. Yəni korrupsiya qarşı mübarizə haqqında qanun müəyyənləşdirilmir tək. Vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən qanunverici aktlarla da yaxud statusunu müəyyənləşdirən qanunverici aktlarla da korrupsiya əlaqədar hüquq pozmalar müəyyənləşdirə bilər. Sonra maddə 10 korrupsiya əlaqədar hüquq pozmalara görə vəzifəli şəxslərin məsuliyyəti sual düşə bilər. Bax, xüsusən də 10.4, 4.1, 4.2, 4.3, bir də 4.4. Baxın bunlara. Sonra 11-2 buradan sual düşə bilər. Burada cədvəllər var. İstəyən yoldaşlar götürüb ekran görüntüsü ala bilərlər. Məlumat azadlığı. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən sual sala bilərlər. Məlumatın əldə edilməsi üçün təminatlardan sual sala bilərlər. Sonra açıq məlumatın alınması qaydası və şərtlərindən sual sala bilərlər. Alınması məhdudlaşdıran məlumatlardan sual sala bilərlər. Keçən imtahan demişdim ki, şəxs məlumatının verilməməsinə bağlı hara şikayət edə bilər? Onu salacaqlar, gətirdilər, saldılar imtahana. Bu dəfə düşməz. Bu dəfə xüsusən bu dediklərimi diqqət yetirin, düşə bilər bunlar. Sonra maddə 14 şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ maddəsindən sual sala bilərlər. Diqqətli olun. Sonra dövlət dili haqqında qanun. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin vəzifələrindən sual sala bilərlər. İnzibati ərazi bölgüsü əlaqədar dövlət dilinin istifadə ilə bağlı sual sala bilərlər. Maddə 11-dən çoxdan da sual düşmür. 11.5, 11.6, 11.7 və 11.8. Burada diqqətli olun. İnzibati xətalarla inzibati icraatı qarışdırmayın. Aydın oldu mu? Diqqətli olun. Sonra 12.2 dövlət dilinin beynəlxalq yazışmalarda işlədilməsi. Burada bir şeyə diqqətə çatdırım yoldaşlar. İki tərəfli beynəlxalq müqavilələr dövlət dilində də. Bu dəyəni çıxardıb cümləni belə olduğu kimi yaza bilərlər imtahana. Axırıncı və 2022-ci ilin 19 iyun imtahanını salmışdılar. Sonra məhkəmələr və hakimlər haqqında qanun 1-ci maddəyə baxın. Yəni qanun hansı hüquq haqqında təsbit edilmiş məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir? Sonra hansı hüquq haqqında təsis edilmiş məhkəmələr fəaliyyət göstərir? Sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərin statusu nə ilə müəyyənləşdirilir? 3 imtahan bundan qabaq görmüşəm yoldaşlar bu sualı. Ola bilər ki, salsınlar. Məhkəmələrin vəzifələrindən suallar düşə bilər. Məhkəmənin qərarlarından sual düşə bilər. Sonra ədalət mühakiməsi həyata keçirilməsinə dair müddəalar. Bax, burada olan maddələrin hər birinin adlarını və içində yazılan müddəaları yadda saxlayın yoldaşlar. Çünki salırlar imtahana. Sonra məhkəmə sistemi və daxil olan və ədalət mühakiməsi həyata keçirən məhkəmələri soruşa bilərlər sizdən. Elektron imzanı saxlayıram yoldaşlar. Onu axırda deyəcəm sizə yeni PDF-dən nələr düşə bilər. Daha sonra dövlət bayrağının istifadəsi qaydaları haqqında qanun. Keçən imtahan himndən sual salmışdılar. Bu imtahan ola bilər ki, himndən yox, ya bayraqdan ya da gerbdən sual salsınlar. Bayraqdan nəyi sala bilərlər? 2.2, 2.3, 2.5. 2.5-ə xüsusən fikir verin. Bunu sala bilərlər imtahana.
Amma hər ehtimal, bayrağın daimi qaldırılmalı olduğu və daimi yerləşdirmə olduğu yerlərə baxın. Sizə bir şey deyəcəm, xüsusən onlara fikir verin. Baxın, deməli, daimi qaldırıldığı binalar Naxçıvanın Ombudsmanında yoxdur. Bunu bir çox namizəd qarışdırır. Sonra, baxın, yerli icra hakimiyyəti orqanlarının binalarında da, mərkəzi icra hakimiyyəti orqanlarının binalarında da var. Amma yerləşdirilmədə mərkəzi icra hakimiyyəti orqan başçılarının iş otağında daimi yerləşdirilir, amma yerli icra hakimiyyətindən başçıların otağında daimi yerləşdirilmir. İmtahan iştirakçıları ən çox bunu qarışdırır. Yəni diqqətli olun. Sonra gerb. Dövlət gerbi maddə 3 sual sala bilərlər. Hətta yeni bir cümlə var, deyəcəm sizə. Baxın, yazırlar ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr dövlət gerbi haqqında qanunvericiliyin tərkib hissəsidir. Bu formada cümlə yoxdur dövlət dili haqqında qanunda, dövlət gerbi haqqında qanunda. Amma mahiyyət etibarilə düzdür. Çünki qanunvericiliyin tərkibinə daxil olan aktlar bunlardır və tərəfdar çıxdığımız beynəlxalq müqavilə də dövlət gerbi haqqında qanunvericiliyin tərkib hissəsidir. Bax, cümləni bu formada yaza bilərlər. Kitabda olmayan formada yaza bilərlər. Amma səhv götürməyin yoldaşlar, düzdür. Çünki 2 imtahan bundan qabaq salmışdılar. Ola bilər ki, bu imtahanda da gətirib salsınlar. Dövlət gerbi ilə bağlı dövlətin vəzifələri sual sala bilərlər. Diqqətli olun. Maddə 6. Dövlət gerbinin qabarıq təsvir vurulduğu yerlər sual sala bilərlər. Növbəti kargüzarlıq. Yoldaşlar, kargüzarlıq elə bir mövzudur ki, burdan konkret olaraq təxmin etmək olmur hardan sual düşə bilər. Çünki həcmi həddindən artıq genişdir və hər yerdən sual sala bilərlər. Yəni konkret olaraq desəm ki, bu dəfə burdan düşəcək, yox, yəni yalançı olaram. Digər qanunlara baxanda təxmin etmək olur, amma buna baxanda təxmin etmək biraz çətindir. Mən sizə ehtimal olunanlar deyəcəm, hansılar düşə bilər. Bunlar da ki, 3 imtahan bundan qabaqki suallara əsasən proqnozları hazırlamışam. Deməli, 7-ci maddədən sual düşə bilər. Sənədlərin hazırlanması ümumi tələblərdən. Sonra kompüter makina üsulu hazırlanan sənədlər olan tələblər. Bunu sala bilərlər. Buna baxarsınız. Sonra sənədlərə hansı əlavələr oluna bilər, ona baxarsınız. Qərardan, sərəncam, bir də əmr. Əmri qeyd etməmişəm. Bunlardan sual düşə bilər. Bir də protokol. Məsələn, geniş protokolda əvvəlcə nələr göstərilir və s. protokola baxın. Sonra 14-cü maddə. 14-cü maddə və 16-cı maddədən əmin olun ki, bir dənə sual düşəcək. Ən ağır maddədir və çox iştirakçı burada çətinlik çəkdiyi üçün ona görə buradan sual çox salırlar. Yəni 3 sualın, kargüzara aid 3 sualın biri bu 2 maddədən olur. Ya 14-dən, ya da 16-dan. Bəzi nə olub ki, bütün sualları bu 2 maddədən salıblar. Ona görə 14 ilə 16-cı maddəni oxusaz yaxşı olar. Və nəhayət elektron imza və elektron sənəd haqqında qanun. Elektron imza və elektron sənəd haqqında qanunun bütün maddələri proqrama daxil edilib. Noyabr imtahanında düşmədi və demişdim ki, dekabr imtahanı etibarən salacaqlar artıq növbəti imtahanlarda daxil olmaqla. 37 maddədir. Çətin qanundur, başa düşürəm. Söz oyunları çoxdur burada. Və yeni dəyişdiyi üçün bu imtahan buradan sualları çətin salmayacaqlar. Və mənim fikrimcə bütün sualları ilk 16 maddədən salacaqlar. 3 sual, ola bilər ki, 4 sualla salsınlar. O 4 sualın yaxud da 3 sualın biri əvvəl oxuduğumuz proqram üzrə olacaq. Əvvəl 13 maddədən sual düşürdü, o 13 maddə üzrə olacaq. Amma qalan ikisi yenilərdən olacaq. Bu yenilər nə ola bilər? Əsas anlayışlar. Korrupsiya qarşı mübarizə haqqında qanuna dəyişiklik olunanda anlayışları əlavə etmişlər və orada anlayışlardan sual saldılar ilk imtahanda. Burada da ilk imtahan olduğu üçün anlayışdan sual sala bilərlər. Anlayışlara mütləq şəkildə baxın.
Əgər kimsə bu qanunu öyrənməkdə çətinlik çəkirsə, öyrənməyibsə, son günə saxlayıbsa, heç olmasa ilk 16 maddəni öyrənsin. Çünki ilk 16 maddədən əmin olun ki, sual düşəcək. Və mən burada da xüsusi qeyd etmişəm nələr düşə bilər. Deməli, maddə 9-dan sual düşə bilər. 9-dan nə düşə bilər? Müvafiq icra hakimiyyəti orqanı mərkəzi hansı hallarda qeydiyyata almaqdan imtina edə bilər? Bunu sala bilərlər. 10-cu maddədən mərkəzlər imzanın istifadəsi ilə bağlı hansı xidmətləri göstərə bilərlər? Bunu sala bilərlər. Sonra maddə 12-dan sual sala bilərlər. Sertifikata hansı məlumatlar daxil edilir? Bunları yadda saxlayın. Sonra akreditləşmiş mərkəzə verilən təkmil sertifikatda nələr göstərilməlidir? Bunları yadda saxlayın. 12.9 sertifikat hansı hallarda etibarsız sayılır? Maddə 13 sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi hansı hallardadır? Yəni hansı hallarda mərkəz tərəfindən dayandırılır? Hansı hallarda mərkəz tərəfindən bərpa edilir? Sonra sertifikat hansı hallarda mərkəzlər tərəfindən ləğv edilə bilər? Və 16-cı maddə. 16-cı maddəyə də baxın. Yəni ilk 16 maddədən əmin olun ki, heç yoxdan bir dənə sual düşəcək. Yəni ilk 10 maddəni öyrənsəz yaxşı olar. Və ümid edirəm ki, bu imtahan yaxşı keçər, hər biri üçün uğurlu olar. Əsas bu videoda dediyim hissələrə diqqət yetirin. Bunlar ola bilər ki, təxminən buradan əmin olun ki, 25 sual düşəcək imtahana. Və bu hissələrə diqqətlə baxsaz, imtahanda balınız yüksək olacaq. Çox sağ olun, çox sağ olun, hər birinizə minnətdaram izlədiyiniz üçün. Sağ olun.